Hər vaxtınız xeyir, hər bazar ertəsi olduğu kimi futbol saatı yenə efirdədir və bugün biz əslində Unibank Premyer Liqasının oyunlarını analiz etməliydik. Amma bildiyiniz kimi ölkəmizdə qarlı şaxtalı hava şəraiti olduğuna görə bu tur hesabat turu təxirə salındı və biz bugün yenə klublarımızın qış hazırlığından danışacağıq və başqa maraqlı müzakirələrimiz də olacaq. Məhz bunun üçün biz Ramin Musayevi studiyamıza dəvət elədik. Ramin, çox sana təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul elədiniz. Qarşıda bizi AFFA prezidentliyinə bir seçki gözləyir. Artıq Rövnəq Abdullayevin 4 ili səhv etmirəmsə yekunlaşır. Çox maraqlı bir mənzərə yaranıb ki, bugün Rövnəq Abdullayev, əgər mən səhv etmirəmsə, mətbuatda oxuduğuma görə yalnız vahid namizəd kimi qatdır bu seçkilərə. Siz birinci sualım odur. Yəqin ki, Rövnəq Abdullayevin prezident olması istəyirsiniz bir məna şəkildə yenidən. İndi gəlin belə götürək. Ona görə yox ki, mən Rövnəqlə birlikdə işləmişəm. Bugün mən Peşə Republikası prezidentiyəm, Rövnəq müəllim AFFA prezidentidir. Yəni, bu fikirlər əgər söylənirsə mənim haqqımda bu yanlış fikirdir. Mən sizə sual olaraq, mən də bir cavab verim sizə. Verin. Siz olsaydınız mənim yerimə kimi razı olardınız? Sizin yerinizdə olsaydım, yəqin ki, Rövnəq Abdullayev. Ona görə yox ki, mən Rövnəq müəllimin kadrıyam. Ona görə yox. Başqa, çünki, mən xırdalayım. Mən xırdalayım mən də sizin üçün. Çünki əgər bir insanla biri çalışırsansa da, onun müsbət və mənfiyyətlərini bilirsən. Mən tam varlığımla deyərəm ki, Rövnəq müəllimin futbola gəlişindən sonra müsbətləri saymaqla, yəni bizim barmaqlarımız yetməz. Bəs mənfilər? Mənfi o insanın asılı deyil artıq. Mənfi, əgər futbolumuzda mənfi varsa da, o bizim günahlarımızdır. Yəni klubların günahıdır, Peşə Republikasının günahıdır və məşqçilərimizin günahıdır. Prezident nə iş görməlidir? Prezident maliyyələşdirməlidir, prezident kadrları düzgün təyin etməlidir və şükür olsun Allah, bunlar hamısı da var. Ancaq AFFA-nın prezidenti klubların işinə məsələ müdaxilə edə bilməz ki. Necə ki, vaxt var idi, biz Neftçi çalışanda bir yerdə AFFA-nın keçmiş rəhbərliyi hətta belə bir böyük qərar qəbul etmişlər ki, Neftçi o məşqi deşə bilməz, bu məşqi getirməlidir, bəyanat vermişlər hətta. Ancaq biz cavab olaraq bilirdik ki, biz müstəqil komandayıq. Yəni, özümüz bilərik, kimi qəbul edirik, kimi çıxardırıq. Elə də klublarımız. Ramən, bir reallıq var ki, Rövnəq Abdullayev bugün ölkə iqtisadiyyatının onurğa sütunu sayılan Dövlət Neft şirkətinin prezidentidir. Və işlərinin çox olmasına rəğmən mənim şəxsi fikrimdir ki, futbolumuza lazım olan qədər vaxt ayıra bilmir, ondan asılı olmayan bəzi səbəblərə görə. Mən deyirəm ki, lazımınca ayırır. Siz düz fikirləşmirsiniz. Siz onu görmürsünüz, tanımırsınız. Buna görə də bəlkə də sizin o sözü demək haqqınız var. Amma biz görürük axı. Yəni, elə bir an ola bilməz ki, nə qədər tələsik vaxtı da olsa, o 3 dəqiqə, 5 dəqiqədə lazım olsa, o adam hökmümüzə vaxt ayırır. Yəni, bütün proseslərin içindədir. Bəli, bütün hər bir hansı bir yenilik olarsa, sözsüz biz məsləhətləşməliyik. Ondan başqa, hər hansı bir fikirlər varsa da, sözsüz ki, məsləhətləşməliyik. Amma AFFA binasında bu insan əyləşmirdi, hər gün işə gəlib Vacib deyil ki, AFFA binasında əyləşməyi. Vacib deyil ki. Vacib odur ki, bizə vaxt ayırır. Və ondan başqa, gəlin millidə çalışan həmin devirdə oynayıbdır Aslan müəllim. Yəni, Rövnəq müəllimin əvvəl millidə oynamışsınız. Bu şərət var idi mənim komandada? Xeyr. Milli komanda adına deyə bilərəm ki, hal-hazırdakı olan milli komandanın şəraiti, yəni toplam olaraq bu yəni indidən götürsən ta 91-ci ilə qədər, yəni yığsan onların hamısını, o şəraiti indiki şəraitə gəlib çatmayacaq. Bu bir mənalı şəkildə. Sən onda belə bir sual verim də, indi Ramin müəllimə də mövzuya qayıdacaq. Bax, necə ola bilər ki, bir ölkənin AFFA prezidentliyinə seçki keçirilir və heç bir insan öz alternativ fikirlərini ortaya qoymur və seçilib-seçilməməsinə asılı olmayaraq, heç olmasa bir namizədliyini deyim, heç olmasa bir hesabatını deyim. Mən o cavab verirəm. Buyurun. Ona görə ki, heç kəs istəmir özünə əzət versin. Vəssalam. Heç kəs istəmir özünə əzət versin. Yəni, elə bilirsiniz ki, o vəzifəni daşımaq asandır və o işin üstünə gəlmək asandır. Elə bilirsiniz. Əgər bir klub rəhbəri, biz neçə ildir nə Şuşa komandasına, Şəmkir komandasına, neçə komandalarımız dağıldı. Bir sponsor tapa bilmirik. Və bu günləri deyirsiniz ki, nəyə görə AFFA əvvəla ola bilsin, bugün sabah bir namizəd çıxdı ortaya.
Bu da ola bilər. Yəni elə bir variant var. Ola bilər yəni. Yəni demirəm var, deyirəm ola bilər. Yəni kim gəldi namizədini irəli sürdü ki, onu AFFA qəbul eləmədi. Sizə bir dənə sual verim. Buyurun. Yəni belə bir fikir vardı, mətbuatda oxumuşdum ki, Hafiz Məmmədov, Sadıq Sadıqov, Cahangir Hacıyev və Talih Heydərovun namizədliyi söz mövzusuydu. Bilmirəm hardan, hansı mənbə bunu konkret bildirir. Bu vallahi siz mətbuatçıların işidir. Yəni ümumiyyətlə siz belə bir şey eşitmisiniz? Mən onu ancaq sizdən eşitmişəm. Ümumiyyətlə bu insanlardan birinin namizədliyini verməsinə necə baxardınız? Misal üçün Talih Heydərov gənc kadrdır. Əvvəla biz demokratik respublikada yaşayırıq. Bəli. Kim istəsə namizədliyini verə bilər. Mən bugün Rövə müəllimin vəkili deyiləm. Ancaq insan gördüyünü, bəli sözü dediniz ki, insan səmimi danışmalıdır. Sən də bilirsən ki, mən həmişə səmimi olmuşam. Yəni mən hər şeyi düz əyri-əyri deyən bir insanam. Əgər deyirsiniz ki, Talih Heydərov əgər namizədliyini verirsə də, sözsüz ki, demokratik respublikada yaşayırıq, gəlsin versin. Səs də yığa bilər. Ancaq mən inanmıram ki, Rövə müəllim də səs yığa bilsin. Çünki bir daha təkrar edirəm, başqa şey fikirləşməsin nə tamaşaçılarımız, nə siz. Mən əgər bir insanla yaxından iş birliyimiz varsa da, bir yerdə çalışırıqsa da, mən bilirəm o nələr çəkir bu futbola görə. Ona görə də deyirsiniz ki, AFFA-ya gəlmir və yaxud hansı müsbət işləri çoxdur. Müsbət işləri odur ki, siz bu mənim fikrim deyildi ki, Peşəkar Futbol Liqası yaransın və yaxud Peşəkar Futbol Liqası yarananda hansı yeniliklər oldu. Əvəziyyətlər yarandı. Bəli, əvəziyyət yarandı, bütün komandalar eyni toplarla oynadı. Ondan başqa hakimlərimiz hər il ildə 2 dəfə Riskodan kənarında təlim toplantısına gedir. Bunların hamısı həm xarc tələb eləyir, həm bunlara ayrılan diqqətə vaxt tələb eləyir. Özü də buyurdunuz ki, Rövə müəllimin işi tək AFFA deyil, ondan da başqa işləri var. Ancaq bütün bunlara baxmayaraq, o adam həmişə vaxt tapır futbola. Sizə gəlmir ki, bax son dövrlərdə klublarımızın meydanı tərk eləməsi, Davud Alaşların düşməsi, bu hakim qalmaqalları, bütün bunlar son zamanlar Rövnə Qablanın fəaliyyətinə bir mənfi təsirini göstərir. Xeyr, o mən deyərdim ki, əgər bir klub nümayəndəsi öz işinə, peşəkəsinə yanaşmır və hər hansı bir qeyri-qanuni hərəkət edirsə, ona o insan cavabdehdir. Ona AFFA prezidenti eləsin. Əgər o klublarda olan problemlərdən danışırsa, bu mənim günahımdır. Çünki Peşəkar Futbol Liqasının prezidenti mənəm, Rövən Abdullayev deyil. Əgər komandalar çempionatdan çıxırsa da, bu mənə gəlməlidir, Rövən müəllimə yox. Qaldı ki, belə ümumi götürəndə, əksinə bizim bu fikirlərimiz o biri klublara bir mesaj olur ki, gəlin siz də çıxın ki, falan kəsə ləkə gəlsin. Amma elə deyil. Həmən klub rəhbəri özünün klubuna olan hörmətidir, özünün oyunçularına olan hörmətidir. Futbol AFFA seçdiyi adamlar məncə elə təcrübəli, yəni peşəkar adamlar deyil. Hamısını demirəm, yəni əksəriyyəti. Ad çəkə bilərsən, misal üçün, əgər hər hansı fikrin varsa. Yox, ümumi götürürəm mən. Yox, sən o bir qədər, yəni jurnalist mənə görə, jurnalist bir növ tənqidçidir. Jurnalist çox şey görə bilər, amma əksər hallarda problem olan məsələlərə toxunmalıdır. Amma əgər sən kimisə tənqid eləyirsənsə, onu məncə açıq-aşkar, yəni demək də olar, yəni orada bir qəbaətli bir şey yoxdur. Yəni təbii ki, hələ sənin mənim deməyimdən kimisə qeyri-peşəkar adlandırmağımızı elə əsaslandırmaq lazımdır, o fikir ola bilər, amma hər halda yəni nəyə nəzər tutsansa, qoy tamaşaçılar da aydın bilsinlər. Yəni Elxan Məmmədov baş katib, biz bilirik ki, futbol adam deyil. Mən ümumiyyətlə istəyirəm bir dənə o mövzuya son qoyum. Yəni Elxan Məmmədovun getməyinə tutalım mən də tərəfdarıyam. Kim gəlsin onun yerinə, amma konkret adam adı çək. Bu gün olan potensialımızdan. Ruslanı tapa bilməyəcək. Onu mən deyirəm. Bir də Ramin Musayevin yerinə kimi gətirmək olar? Ramin Musayev elə özü qalsa yaxşıdır. Yox, biraz yox. Ramin mənim burada olduğuna görə demirəm. Yəni gəl razılaşaq da, yəni əgər sən AFFA-nın bugünkü strukturunu tənqid edən bir insan kimi, əgər bu gün durub desək ki, Elxan Məmmədovun getməsinin tərəfdarıyıqsa, şəxsən mən misal deyim ki, mən Ramin Musayevin getməsinin tərəfdarıyam. Çünki hamısı bir komandada işləyirsə və hamısı bir insanın etimad göstərdiyi insanlarsa, o gedirsə hamısı gedir. Hamısını demədim mən. Düz buyursun. Yox, elə olmaz yəni.